Salam, əziz həmvətənlər. Biz bu günləri Quba rayon şəhidlər xiyabanındayıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Əziz həmvətənlər, biz keçən il oktyabr ayından bütün rayonların icra hakimiyyətlərinə müraciət eləmişdik ki, Bakı şəhərində İstiqlal Muzeyində şəhidlərlə bağlı muzey yaradılır. Həmin müzeyə daxil olan şəhidlər, yəni kimlərin adları orada olasıdır. Orada yəni həm 1-ci Qarabağ müharibəsi, həm 2-ci Qarabağ müharibəsi olan şəhidlər yerləşdirilməlidir. Yəni onların siyasi. O muzeydə biz qələmlər hazırlatdırırıq. O qələmlərin içində şəhidlərlə bağlı bilgilərdir. Həmin o qələmlərin içine yerləşir o yazılar. Orada şəhidin şəkli hardan olub, kimdir, nəçidir, harda oxuyub, harda şəhid olub, harda dəfn olunubdur. Bu sizə söylədiyim qələmlər adi qələm deyil. O qələm 3 rəngli Azərbaycan bayrağı kimi qələmlərdir və 300 il, 400 il o qələmin ömrü olur. Biz bu qələmləri hazırladıq bu muzeydə yerləşdirmək üçün əlimizdən gələn işlərlə məşğuluq. Yəni hansı ki bu işdə bizə dəstək olurlar, iş adamları dəstək olurlar, icra hakimiyyətləri dəstək olur. Bizim fikrimiz budur ki, rayon icra hakimiyyətində şəhidlər və qazilər bölməsində, yəni orada belə bir bölməyi açılıbdır. Onlarla söhbətlər aparırıq, görüşlər keçiririk və onlardan biz xahiş edirik ki, bu işdə əllərindən gələn köməkliyi bizə geçsinlər. Mən də Quba rayonu icra hakimiyyətinin nümayəndəsindən görüşdüm. Onlara öz fikrimi söylədim. Onlar da söz verdilər ki, bizə dəstək olsunlar. Bu işin hamısını rayon icra hakimiyyətinin üzərinə qoymaq olmaz. Yəni hər rayonun iş adamları olur. Onlardan da xahiş edərdim ki, bu işdə bizə dəstək olsun ki, o muzey ərsəyə gəlsin. O muzey gələcək nəsillər üçündür. 100 ildən, 200 ildən, 300 ildən, 400 ildən sonra da o qələmlər xarab olmur, yəni o əbədi olaraq qalır. Yəni gələcək nəsillər bilsinlər ki, onların ataları, babaları kimlər oldu, kimlər bu işlərdə bizə dəstək oldu. Yəni gələcək nəsillər üçün bu bir tarixdir. Hər bir araşdırması, hansı şəhid barəsində hansısa mövzu yazmaq istəsə, ya kitabını çap elətdirmək istəsə, gedib o muzeydən onu əldə eləyə bilər. Yəni orada xırda lakanik olaraq onlar haqqında informasiyalar var. Mən xahiş edərdim iş adamlarına ki, bu işdə Quba rayonunun öz şəhidlərini, əziz Qubalılar, siz həqiqətən də qəhrəman oğullar yetişdirirsiniz. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Çalışın ki, bizə bu işdə siz dəstək olasınız. Çox sağ olun. Allah hamımızdan razı olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Yəni bu şəhidlər bizim firavan yaşamağımız üçün canlarından keçir. Ona görə də biz çalışmalıyıq ki, onların adları əbədiləşsin. Hal-hazırda gördüyünüz kimi də burada şəhidlər xiyabanında təmir gedir, yenidən qurma işləri gedir. Kimi bu işlərdə zəhməti varsa, onlara öz təşəbbüs qrupu olaraq öz millətlərimizi bildiririk ki, həqiqətən də şəhidləri unutmurlar. Çox sağ olun. Bir də ki, Quba rayonu sakini Sultanov Anar Lazımovuna mən öz minnətlarımı bilirəm ki, mənimlə bir yerdə çox sağ olsun. Bax, bu çəkilişləri aparıb, rayon və rayon gedirik. İndi bizim işimiz var ki, bütün rayonlara gedək və bu şəhidlərin adlarını Bakı şəhərində, İstiqlal Muzeyində əbədələşdirmək üçün, yəni həmin rayonun sakinləri, iş adamları, icra hakimiyyəti bizə dəstək olsunlar ki, o muzey ərsəyə gəlsin. Çox sağ olun.